Normalda çırpma budur burada. Onun əvəzi isə budur. Bəzən belə çalına da bilər, güclü çalınması üçün. Bu da yenə çırpma əvəzidir. Qıraq şapalağın zərbəsinə gələnə qədər, əlin yumuşaq hissəsinə gələnə qədər vurduğun hər zərbəsinə çırpma əvəz edicidir. Yuxarı əldə çırpma əvəz edici zərbə yoxdur. Çünki yuxarı əldə çırpma əvəz edici ola bilməz. Çırpma əvəz edicinin yanında o görə bəzən işarə olmur. Çünki həmişə aşağı əldir. Hər zaman aşağı əldir. Yuxarı əldə çırpma əvəz edici ola bilməz. Çünki sənin bəzi adamlar var ki, keçən səfər də elə çox yaxında birini gördüm. Yuxarıda iki barmaqla çalır nağara, belə. Bu indi onun üçün çırpma əvəz edicidir, yoxsa əsas zərbədir. Onun əsas zərbəsidir. Amma bəlkə də sənin üçün çırpma əvəz edicidir, sən bütün əllə çalsan. Sənin üçün məsələn belə eləyəndə çırpma əvəz edicidir. Onun üçün əsas zərbədir. Eləsi var ki, gücü vəbşə zəifdir. Məsələn, nağaranı belə tutanlar var ki, o çırpma əvəz edici zərbəsi hansıdır, əsas zərbəsi hansıdır. Ona görə yuxarıdakı bu çırpmaları əvəz eləyən zərbə yoxdur. Ola bilər tipa səslənməni verərsən və yaxud da barmaqlarla zaten məsələn kimi belə və yaxud da okey, bunlar başqa temadır. Amma ümumilikdə isə nağarada çırpma əvəz edici zərbəmiz yoxdur. Yuxarı əldə. Çırpma əvəz edici həmişə aşağı əldədir. Bax budur. Bu çırpmanı əvəz edən bax budur.